Bugün 29 noyabr 2025-ci il. Yanvar ayına az qalıb 1 yanvara. Hər il bu vaxtları beynəlxalq yük daşıma sahəsində ən gəlirli günlər sayılır, ay sayılır ilin sonuna doğru. Amma bugünkü gün çox heyf ki, Azərbaycan daşıyıcısının durumu budur. Bugünkü gün nəqliyyat vasitəmizi işləyək, yolda hərəkət edən zaman sata bilmirik. Yəni satıb azaldaq, eləyəcəyimizi ancaq doğru hissələrə bölürük. Bu da nədən irəli gəlir? Bir dənə İrana giririk, çıxırıq, Masallıdan Masallıya 800. Bir dənə Gürcüstanı tranzit keçirik, Türkiyəyə qaydırıq, 700 dollar. Bir dənə Rusiya gedib gəlirik, transport, Platon, ABS, EBS, aşağı yuxarı hardasa 1000 manatdan yuxarımız gedir. Hardasa 800 dollara yaxın təkcə Moskvadan Azərbaycana qeyri-legal pullar alınır. Üzərindən də məhdudiyyət. Bu günlərdə bir dənə sürücümüz Rusiya girişinə gömrükdən geriyə qaytarıldı. Qayıtdılar ki, immiqrasiya qaydaların pozduğuna görə. Bax, gördüyünüz bu nəqliyyat vasitələrini görürsünüz. Hamısı sürücüləri qoyub gedir. Səbəb nədir? Qabaq İrandan işləyərdi. İndi İran maşınları direkt adresdən, Tezpuldan, Borozqandan, Tehrandan, Təbrizdən yükləyirlər birbaşa başlanğıc mənzilindən son mənzilə qədər yükləri özləri aparır. Biz İranda hərəkətimiz məhdud. Yəni biz həmən nöqtələrə gedə bilmərik. İran maşınları azad gedə bilər. Gürcüstanı keçəndə 700 dollar, 350 dollar o yana çıxıb, 350 dollar bu yana çıxıb. Azərbaycana gələndə görək Gürcünün evlə xərci çıxır Azərbaycana. Görək İranlının evlə xərci çıxır Azərbaycanda. Görək Rusun evlə xərci çıxır Azərbaycanda. Ukraynaya yük göndərdi. Qardaş Türkiyə Respublikasında həkim kağızı 130 dollar. Qardaş mən sənə tranzit gedirəm. 130 dollar nəyə verim sənə? Bizim Azərbaycan üzərindən hansı kənd təsərrüfatı gedəndə biz ondan həkimə görə pul alırıq. Sadəcə qısa bir dənə ödənişimiz var. Deklarasiya, sığorta, aşağı yuxarı 50 dollar, 60 dollar, nəhayəti tranzit gedən zaman pul çıxır. Yəni, heç bir dövlətin nəqliyyat vasitəsi bizim ölkəmizdə, o ölkədə verdiyimiz qədər pul vermir. Bu da bizim bu bazardan sıxışdırılıb çıxmağımıza gətirib çıxardır. Yəni, bu dəqiqə Rusiyadan Azərbaycana en qədər dərman, ərzaq daşınması var. Sahibkara gecə gündüzdən gelir, Veysaloğlu zəng gelir, Aqrabeş zəng gelir, diğer firmalar zəng gelir. Amma maşın yoxdur ki, onlara maşın təmin edək. Ölkə gələn ərzaq məhsullarını gətirək təşkil edir. Sürücülər Rusiya giriş məhdudiyyətindən burada qalıb. Türkiyə bir partiya maşınları göndərdi, en qədər problemlə gəldilər. Yəni Azərbaycan daşıyıcı icazə blanklarından bilərsiniz bugünkü gün nə durumdadır. Yəni aidiyyəti qurumlar gömrükdən Azərbaycandan məhsul vururuq. 600 kilodan artıq tök yerə, zapaskı yaz, yanacağı yaz. Rusiya, İrandan yük vurur, tranzit gəlib gedir. Nə səliyyəkasına baxan var, nə də ki ondan tonaj soruşan var. Deyirlər bu tranzit gedir. Üzerimizdən gələn tranzit mallara yaşıl ışıq, Azərbaycan məhsullarının yüksək gəlib gömrüyə dayananda qardaş 600 kilodan yuxarı tök yerə. Yəni bu ixraca gedir, idxala gəlmir ki, bu vergiden yayılmır ki. Diğer aynanın dövlət tərəfindən bizim üçün tətbiq elədiyi qayda qanunlar, sertifikat bizlərdən tələb olunur. Görə hansı Lenindən qalma maşınlar ki Azərbaycan üzərindən gedir, istər İran maşını, istər Rus maşını, onlardan sertifikat soruşulur, taxograf soruşulur. Amma təzə maşınlardır bizdən. Bizim maşınlar o vəziyyətdə bizlərdən, amma görün onların Lenindən qalan maşınlara nə qədər ehtiyac var, hamısı işləyir. Bugün gedin gömrük, Cənub qapısına ged, orada Azərbaycan maşını təkdən bir. Amma 300 maşın varsa onun 10 dənə, 20 dənəsi Azərbaycan maşını. Şimal qapısına ged, yenə elə. Qardaş, aidiyyəti qurumlar, ayna, gömrük, İqtisadiyyat Naziri, bölgələrdə bu boyda ömrümüzü xərclədik, iş yerləri yaratdıq. Bizlərə bir sahib çıxın. Gömrük, GPS-dən ərazidən çıxa bil, xəttdən çıxa bilməzsən. Maşın gəlib uzaq yoldan, Monqolistandan Tehrana gedir. Qaraca dönməlidir, təmin etməlisən, olmaz. Qardaş, biz en qədər digər ölkələrdə problemlərimiz var. Ona paralel olarak ölkədə də bütün məhdudiyyətlər, xarici daşıyıcı deyil, yeni Azərbaycan daşıyıcısı. Orada da bize problem, karşı ölkədə, burada da bize problem. Aidiyyəti qurumlardan nə istəyirik? Bölgələrdəki insanlar bu işlə məşğul idi, bu sahəyə üst tutublar. Yəni bunlara sahib çıxmasaq,
Yani bizim hakkımız, hukukumuz İran'da, Rusya'da, Gürcistan'da, Türkiye'de korunmazsa hemen daşıyıcılar karşısında bu eriyib yoxa çıxacaq gedəcək. Ondan sonra ölkə gələn ərzaq məhsulları görək hansı nəqliyyat vasitəsi, hansı ölkənin nəqliyyat vasitəsi daşıyacaq. Diqqətə çatdırmaq istəyirəm ki, bugünkü gün beynəlxalq yük daşıma sahəsi məhv. Yəni hələ bir beləntiyinəsi də qapılarda saxlayıb. Bugünkü gün buradan da o yana müştəri bol, oradan da bu yana müştəri bol. Amma gəl gedə görə işləyə bilirik, yox. Nə İrandan işləyə bilirik, nə digər ölkələrdən işləyə bilirik, Azərbaycandan da yüklədiyimiz başarılı. Hər yanda problem. Yəni ABS, EBS maşınlar tuturlar, qoşurlar, aparırlar, iştirakla dayanqalara qoyurlar, en qədər pul alırlar, güya düzəldir, buraxırlar, çıxıb gedir. Yəni Azərbaycanda xarici daşıyıcılar üçün bu qədər uyğun qanunlar, biz ki orada o qanunlara üzbəyiz qalmışıq, yersiz cərimələr, əlavə ödənişlər, həmən qaydalar Azərbaycanda o daşıyıcılara şamil edilməzsə, Azərbaycan daşıyıcısı həmən ölkənin daşıyıcıları qarşısında rəqabət qabiliyyəti ilə mümkündür ki, rəqabət aparar. Yəni aidiyyəti qurumlardan, aynadan, gömrükdən, İqtisadiyyat Nazirliyindən bizə səs verin, bizə bir baxın, bu problemlərin aradan qalxması üçün bir qarşı ölkələrə də hədd qoyun. İllər boyudur ki, İranla olan problemlərimiz yerində qalır. Bir dənəsi azalmır, yanacaq cərməsi. 200 litr biz cərməsiz bırakırıq, amma hər litrinə İranda cərmə veririk. Gürcistanda helənçinə saxlatdırır, Kurşidli hava sahəsi, ora, bura, patpres, ora, bura. Ancaq bu. Qabaq rüşvət idi, indi rüşvəti elə rəsmən, bir dənə Gürcistan gezəndə en qədər pul verirsin. Yəni uzun bu sahədə danışmaq olar, bizi dinləyən olsun, bu sahəyə bir dənə baxan olsun ki, yəni bu sahə çöküb, yəni bu sahə əldən gedir. Yəni bölgələrdə digər iş sənət də yoxdur ki, adam gedə təsərrüfatla məşğul olur. Masallı 250 min əhalisi olan bir rayondur. Burada ərazilər o qədər də böyüdür ki, gedə bir təsərrüfatla, ya gedə bir zavod, fabrik var orada işləyir. Ömrümüz xərcləməyib, bu boyda insanı işlə təmin etmiş, indi hamısı qoyub çıxıb gedib. Qalıblar, gələndə deyir, qardaş getmirəm, gedəcəm məhdudiyyət qoyacaq, gedəcəm İrandan o boyda xərclər. Yəni istəyimiz ondan ibarət ki, bu beynəlxalq yük daşıma sahəsinə bir dənə diqqət yetirsin aidiyyəti qurumlar.